Azərbaycan Xarici İşlər Nazirliyi Milli Məclisin deputatı Azər Badamovun Rusiya Federasiyası ərazisinə buraxılmamasına münasibət bildirilib. Yeni Sabah az məlumat verir ki, bu haqda Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə danışıb. Onun sözlərinə görə hadisə bugün baş verib. Milli Məclisin üzvü Azər Badamovun daxil olduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfəri məhz Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru hökumət sədri Denis Afanasyevin dəvəti əsasında Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədilə təşkil edilib. Nümayəndə heyəti Bakıdan Moskvaya uçmasına baxmayaraq, Rusiya tərəfi hər hansı bir ilkin xəbərdarlıq və ya xəbər vermədən heyətin tərkibində olan millət vəkili Azər Badamovu Moskvada hava limanında saxlayaraq onun ölkəyə girişinə qadağı qoyulduğunu qeyd edilib. O, bir müddət Moskva hava limanında gözlədildikdən sonra ölkəmizə geri qaytarılıb. Məsələ ilə əlaqədar dərhal Rusiyadakı səfirliyimiz vasitəsilə Rusiya Xarici İşlər Nazirliyi ilə əlaqə saxlanılıb. Rusiya Nazirliyi rəsmisi məsələnin araşdırılacağını bildirərək, o qərarın səbəbləri haqda izahat verməyib. Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir. Məsələ ilə əlaqədar Rusiya tərəfindən turarlı izahat veriləcəyini gözləyirik.